Bir kişinin həyat yoldaşı rəhmətə gedir və bu həyat yoldaşını itirdikdən sonra bir daha evlənmir. Müəyyən müddətdən sonra bir televiziya müxbiri buna sual verir ki, sən niyə evlənmirsən? Deyir ki, mən həyat yoldaşıma uyğun bir qadın tapa bilmirəm. Deyir, bu qədər qadın var, sən bu qədər qadınların içərisində öz həyat yoldaşına oxşar bir qadın tapa bilmirsən. Kişinin gözləri uzağa dikilərək müxbirə deyir. Deyir, onda sənə bir hadisə danışım. Diqqətlə qulaq as ki. Deyir, bir dəfə mən yoldaşımla bərk dalaşdıq və yoldaşımın başına qışqıraraq ona dedim ki, sən artıq mənə lazım deyilsən, çıx get atanın evinə. O mənə heç bir söz demədən sakitcə çıxıb getdi atasının evinə. Bir həftə mən onsuz yaşadım. Amma onsuz keçən hər günüm mənə bir cəhənnəm kimi gəlirdi. Cəhənnəmi xatırlayırdı. Nəhayət bu hala dözə bilməyib, yoldaşımın ardınca getdim onun atasının evinə. Getdim, qapını döydüm, qapını yoldaşım açdı. Gülümsəyərək mənim boynuma sarıldı və qulağıma pıçıldadı ki, nə olar, sənə yalvarıram. Ailəmə demə ki, biz savaşmışıq. Onlara demişəm ki, ərim ezamiyyətə gedib, mən tək qalmayım deyimən, ona görə gəlmişəm, burada qalıram. İndi, qardaşlar, belə qadınlar da var. Hər xırda söz söhbətdən ötürü ailəni dağıtmaq olmaz. İstər gec-tez hər kəsən öz səhvin başa düşəcək və insan gərək bağışlamağı bacarsın. Qarşılıqlı hörmət olmayan yerdə heç cür o ailənin təməli möhkəm ola bilməz. İndiki kimi elə bir xırda bir söhbətin üstündə ailə dağıtmaq olmaz. Xoş o insanların halına ki, onlara belə nəcib qadınlar qismət eləsin və öz səhvini başa düşən kişilər olsun. Allah sizi xoşbəxt eləsin. Hər birinizə ailə xoşbəxtliyi arzulayıram. Çox sağ olun diqqətinizə görə.